İstəyərdim ki, bütün ailələr tam olsun. Bəzi hallarda olur, qadın olaraq xoşbəxt ola bilmirik. Ata-anan nə qədər çox sevərsə, o uşaq çox xoşbəxt olacaq. Və Mənim həyatdakı ən böyük şansım, bəlkə də mənim bu gün bu qədər güclü olmağımın səbəbi də atamdır. Mən hər il sanki böyüyürəm. inanın ki, onun o sözü məni o qədər qanatlandırır, o qədər qürur. Hansısa bir çətinliyim olsa belə, mən deyirəm ki, yox. Bacaracam. Atamın bu sözü ilə mən bacaracam. Bir övladı üçün eləyə bilməyəcəyi heç bir şey də yoxdur. Düzdür, məndə də olub. Hətta bunun əziyyətini uzun illər çəkmişəm. Məsələn, egoist olmuşam. Bəzən öz evimdən çox oranı sevirəm, orada çox oluram. İnanıram ki, sevgi üzərində qurulan hər bir şey sonluğu çox gözəl nəticələnir. Lalə xanımın həyatı bir hekayə və ya bir roman olsaydı, onun adı nə olardı? Kənardan kimsə deyir